Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Bugünkü videomda sizlər üçün hazırlaması çox tez, asan başa gələn, ağızda əriyən, çox dadlı, ləzzətli bir şirniyyat hazırlayacağım. Şirniyyatımızın xəmiri üçün bizə lazımdır 2 ədəd yumurtanın yalnız sarısı. 2 yumurtanın sarısının üzərinə əlavə edirik 100 qram qatıq, bu da yarım stəkan qatıq eləyir. Üzərinə 100 qram, yəni yarım stəkan şəkər tozu əlavə edirik. 1 paket şəkərli vanilya əlavə edirik içərisinə və bunları yumurta çırpan vasitəsilə hamısını yaxşı-yaxşı qarışdırırıq. Çalışın ki, ərzaqlarınız hamısı ev temperaturunda olsunlar. Tez, asan başa gələn, ağızda əriyən, yumuşaq, çox dadlı bir şirniyyatdır. Hazırlanması da çox asandır. Bunların hamısını yaxşıca qarışdırdıqdan sonra demək ki 100 qram burada bizim yağımız var. Kəri yağı varsa kəri yağından istifadə edin. Əgər yoxdursa margarin yağından da istifadə edə bilərsiniz. Yağımızı da əridirik. Əlavə edirik xəmirimizin üzərinə və yağla da birlikdə bir qədər qarışdırdıqdan sonra hissə-hissə unumuzdan bir qədərini əlavə edirik. Unumuzdan bir qədər əlavə etdikdən sonra üzərinə 1 çay qaşığı, yəni 5 qram da qabartma tozu əlavə edirik. Məndə paketin içərisində elə 1 çay qaşığı qalmışdı. Yəni yarısını istifadə etmişdim. Digər xəmirə əlavə etmişdim. Yarısını da bu xəmir üçün istifadə etdim. Unun miqdarı az olduğu üçün 1 paket qabartma tozu bu xəmirə çox edir. Ona görə çalışın yarım paket, yəni 1 çay qaşığı əlavə edin içərisinə. Və qalan unumuzdan da hissə-hissə yavaş-yavaş əlavə edərək yumuşaq bir xəmir yoğururuq. Unların növündən asılı olaraq hər zaman az və ya çox istifadə oluna bilir. Ona görə hər zaman çalışın ki, reseptdə yazılan un miqdarını bir dəfəyə əlavə etməyin, hissə-hissə əlavə edərək xəmiri yoğurun. Mən də bu şirniyyatı hazırlayarkən reseptdə 410 qram un idi, amma mən 340 qram undan istifadə etdim. Deməli, istifadə etdiyim 340 qram unda hər zaman videolarımda istifadə etdiyim 200 ml stəkan ölçüsü olur. Həmin o 200 ml stəkan ölçüsü ilə 2 stəkan yarımdan 1 xörək qaşığı artıq un eləyir. Yəni mən bu qədər un istifadə etdim. İndi açıqlama bölümündə də həm qramla, həm stəkan ölçüsü ilə yenə də sizlər üçün qeyd edəcəm. Xəmir belə baxın yumşaq bir xəmir olur. Xəmirin üzərini örtürük. İçliyi hazırlayana dək xəmiri soyuducuda gözlədirəm və keçirəm indi içliyimi hazırlamağa. İçliyi hazırlamaq üçün bizə lazımdır 200 qram qoz ləpəsi. Məndə indi hal-hazırda evdə qoz ləpəsi olmadığı üçün baxdım ki, fındıq ləpəsidir, ona görə fındıq ləpəsindən istifadə etdim. Rondodan keçirtdim ləpəni. Üzərinə yarım paket vanil əlavə etdim. Fərqi yoxdur, istəsəniz 1 paket də vanilin hamısını istifadə edə bilərsiniz. Və üzərinə 3 xörək qaşığı dolu, yəni 60 qram şəkər tozu əlavə etdim və ayırdığımız bu yumurta ağları qalmışdı. Həmin yumurta ağları da 2 yumurtanın ağı çoxdur. Ona görə mən tən yarısını əlavə edirəm üzərinə. Yəni ümumilikdə 1 yumurtanın ağını demək olar əlavə etdim. İçliyi yaxşı-yaxşı qarışdırdım və içliyimiz hazır oldu. Bir daha qeyd edirəm, bu reseptdə içlik üçün qoz ləpəsi qeyd olunub. Yəni qoz ləpəsi istifadə olunmalıdır, amma qoz ləpəsi olmadığına görə hal-hazırda ona görə mənim əlimin altında baxdım ki, soyulmuş hazır bayramdan fındıq ləpəsi var idi. Ona görə fındıq ləpəsindən istifadə etdim və içliyi hazır etdikdən sonra xəmiri soyuducudan götürürəm. Mütləq masanın üzərinə un səpmək lazımdır. Üzərinə də biraz un səpirik və xəmirimizi yayırıq. Bu xəmirin bir xüsusiyyəti var. Xəmiri yayarkən biraz kənarları belə parçalanmış kimi olur. Buna fikir verməyin və üzərinə altına un səpərək xəmiri yayın. Baxın, gördüyünüz kimi xəmirimizi qəşəng yayırıq. Bu reseptlə 12 ədəd iri ölçüdə qəşəng dadlı ləzzətli şirniyyatlarımız alınır. Dadı həqiqətən də çox gözəl alınır. Qoz ləpəsi ilə daha da dadlı olar düşünürəm. Hazırlaması da çox asandır. Baxın, görürsünüz, burada sizlərə göstərirəm. Xəmiri yayanda kənarlarını görürsünüz, biraz belə didilmiş kimi olur. Bu da təbii bir haldır. Yəni xəmir özü bu cür xəmirdir. Buna fikir vermədən xəmirimizi qəşəng yayırıq. Yaydıqdan sonra baxın, xəmir kəsənlə biraz kənarlarına düzəliş verirəm. İçliyi də tən orta hissədən əlavə edirik. Çünki xəmirlərin kənarları üst-üstə qatlanacaq deyə ona görə tən orta hissədən əlavə edirik və hər tərəfinə eyni bərabərdə olmaqla yayırıq. Dəyərli izləyicilərim, kim hardan videomu izləyərsə, videomuzu izləyərkən saniyənizi ayırıb yuxarıda gördüyünüz bəyən düyməsinə toxunmağı unutmayın. Videolarımızı bəyənməklə kanalımızın böyüməsinə, videolarımızın çox insanların qarşısına çıxmasına yardımcı olursunuz.
və hər zaman mənə dəstək olan, şərhlərdə xoş sözlər yazan hər bir izləyicimə buradan öz təşəkkürümü bildirirəm. Allah hər birinizi qorusun, Allah sizlərdən razı olsun. Və baxın, görürsünüz, xəmirimizin kənarlarını ortaya doğru gətiririk və digər xəmiri də üzərinə qatlayıram. Qatladıqdan sonra artıq kənarlarına yenə xəmir kəsənlə biraz düzəliş verib, kətə kəsən fiqurla kəsirəm. Çox asan bir reseptdir. Hazırlayan kimi gözlətməyə ehtiyac yoxdur. Dərhal listin içərisinə düzüb bişirirsiniz. Əl işlərimi bəyənən, hər zaman mənə xoş sözlər yazan, kanalımın böyüməsində mənə dəstək olan izləyicilərimdən hər birinizdən çox xahiş edirəm ki, mənim kiçik kanalım olan Kəmalə Kərimli Vlog kanalıma da abunə olun. O kanalımda da dəstəyinizi gözləyirəm. İnşallah yaya doğru havalar isindikcə həmin kanalımda da çox gözəl kənd çəkilişləri, rayonlardan gözəl vloqlar olacaq, gözəl çəkilişlər olacaq. Ona görə də mütləq həmin kanalıma da abunə olun, bildirişləri açın ki, orada da paylaşdığım videolardan anında xəbərdar olasınız. Mütləq o kanalımda da dəstəyinizi gözləyəcəm. Və gördüyünüz kimi baxın, kətə kəsənlə bunları hamısını kəsirik və məndə 12 ədəd alındı şirniyyatlarım. Məsafəli şəkildə listimizə düzürük. Sobamı da artıq isitmişəm. Öncədən isidilmiş sobamızda. Mən 170-180 dərəcə arasında konveksiya rejimində bişirdim. Amma adi kiçik sobalarda yenə də 180-190 dərəcə arasında bişirə bilərsiniz. Çox tez bişir, 25 dəqiqə müddətində bişib hazır oldular. Belə qızılı rəng aldı, üzəri altı götürürük. Soyduqdan sonra zövqə görə üzərinə şəkər pudrası səpərək süfrəyə verə bilərsiniz. Səhərə də yumşaq qalır, ağızda əriyir. Çox dadlı şirniyyatdır. Yenə də qeyd edirəm, mən fındıq ləpəsi ilə hazırladım. İnanın ki, qoz ləpəsi ilə daha da dadlı olur. Ona görə də hazırlayın. Bir list çıxdı, 12 ədəd. Amma onu da deyim ki, çox doyumlu bir şirniyyatdır. Yəni dadı həqiqətən də möhtəşəmdir. Baxın, indi burada mən kəsib yumşaqlığını da sizlərə göstərəcəm. Gördüyünüz kimi iç görünüşü bu cürdür. Çox dadlı, çox ləzzətli, yumşaq, asan hazırlanan möhtəşəm bir şirniyyatdır. Mütləq sizlər də hazırlayın evladlarınız üçün, çay süfrəsi üçün. Tez yəni hazırlanan bir şirniyyat istəsəniz, onda bu resepti mütləq sınaqdan keçirdin. Hazırlayan hər kəsə nuş olsun, göz haqqınızı halal edin. Videolarımızı, kanalımızı bəyənirsinizsə, mütləq yaxınlarınızla da paylaşın və kanalımızın böyüməsində sizlər də mənə bu cür dəstək olmuş olarsınız. Dəstək olan hər kəsdən də Allah razı olsun, Allah sizləri qorusun. Hal-hazırda da kanalımda hansı şirniyyat, yemək videolarını görmək istəyirsinizsə, onda mütləq onları da şərh bölümündə qeyd edin. Sağ olun, salamat qalın.